İbn Ömer radiyallahu anhuma buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namazda təkbirə başladıqda gördüm ki, təkbir etdiyi zaman əllərini qaldırır, hətta çiyinləri bərabərində edir. Və buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm rüku üçün təkbir gətirdikdə də eyni şeyi edir, bunun mislində edir, yəni əllərini qaldırır. Və Semi'allahu limen hamidə, Allah ona həmd edəni eşitdi deyib rükudan qalxdığı zaman da bunun mislini edir. Yəni rükudan qalxdığı zaman da əlini qaldırır və deyir ki, Rabbənə və ləkəl həmd. Ey Rəbbimiz, həmd sənə məxsusdur. Və İbn Ömər buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu nə səzdəyə, nə də başını səzdədən qaldırdıqda etmir. Yəni əllərini qaldırmır səzdəyə gedəndə təkbir etdiyi zaman və səzdədən qalxdığı zaman. Hədisi Buxari və Müslim rəvayət edib.